Ötən gün söz vermişdik. Demişdik ki, bugün eyni saatdə, eyni əhval-ruhiyyədə daha çox məlumatla qarşınızda olacaq və biz sözümüzün üstündə durmuşuq. Gəlmişik ki, sizə sabahınız xeyir deyək, tamaşaçılarımız. Nə yaxşı ki, bizim kimi belə sözün üstündə duran insanlar var, hə Nərmin? Sabahın xeyirli olsun. Sabah xeyirli olsun. Əslində sözü deyir, hara atırsan onu mən tutdum, amma tamaşaçılarımız başa düşmədi. Heç əlaqəsi yoxdur. Amma gəl tamaşaçılarımıza da bunu açıq aydın deyək ki, Rəvana mən ötən gündən etibarən bir şokolad almağı söz vermişdim ki, onu da əməl etməmişəm və artıq səhərini o xoş sözləri ilə açdı. Eyb yox, heç nə olmaz. Əsas odur ki, biz buradayıq, əhval-ruhiyyəmiz gözəldir. İndi biraz motivasiyam azalıb, amma eyb yox, narahat olmayın. Əsas odur ki, siz qarşımızdasınız. Biz sizin qarşınızdayıq. Hər birinizə gözəl əhval-ruhiyyəli bir gün arzuluyoruz. Ruzu bərəkətiniz bol olsun. Ətrafınızda söz verib onun üstündə duran insanlar da çox olsun. Əziz tamaşaçılarımız, hər gün olduğu kimi bugün tarixdə müxtəlif hadisələrlə yadda qalıb. Gəlin bir yerdə izləyək təqvimi, görək bugün nələr baş verib. İctimai-siyasi xadim, həkim, jurnalist və müəllim Həsən bəy Ağayevin xatirə gündür. O, 1875-ci ildə Gəncədə doğulub. 1907-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimləri Qurultayı Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilərkən sənədi ilk olaraq Həsən bəy Ağayev imzalayıb. Həmin il dekabrda parlament sədrinin müavini seçilib. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedib və 1920-ci il iyulun 19-da Fətəli xan Xoyskini qətlə yetirən erməni muzlu qatilin gülləsi ilə şəhid olub. Opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə 1915-ci ildə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürdü. Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii öz fəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyevin qəhrəmanları Əsgər və Sərvərin ariyalarını oxuyub. Klassik dünya operalarına maraq göstərib. 1967-ci ildə Opera və Balet Teatrında Müslüm bəy Maqamayevin Şah İsmail operasına tamaşaya hazırlayıb. Teatr və kino aktyoru Azər Mirzəyevin xatirə gündür. O, 1952-ci ildə Zərdab rayonunda doğulub. 1968-ci ildə SSR xalq artisti Adil İskəndarovun rəhbərliyi altında Azərbaycan film nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub. Sonra İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər burada çalışıb. İtaliya intibahının görkəmli nümayəndəsi şair Francesco Petrarca'nın xatirə gündür. O, 1304-cü il iyulun 20-sində doğulub. Şairin yaradıcılığını iki hissəyə bölmək olar. İtalyan dili poeziya və Latin dilində yazılmış müxtəlif əsərlər. Şeirləri musiqi tarixində də əhəmiyyətli rol oynayıb. Artıq 14-cü əsrdən başlayaraq məşhur bəstəkarlar Petrarca'nın əsərlərinə musiqi bəstələyib. Gürcü aktyor və müğənni Vaxtan Kikabidze 1938-ci ildə Tbilisdə doğulub. Kino karyerası 1966-cı ildə Dağlarda Görüş filmi ilə başlayıb. Ona Georgi Danelyanın 1977-ci ilə çəkdiyi Mimino ekran əsərindəki baş rolu şöhrət qazandırıb. Bu filmə görə aktyor SSR dövlət mükafatına layiq görülüb. Britaniyalı rock musiqiçi Queen qrupunun gitaristi Brian May 1947-ci ildə Londonda dünyaya gəlib. 7 yaşından gitarada ifa etməyə başlayıb. İxtisasca astrofizikdir. 1967-ci ildə 1984 adlı tələbə musiqi qrupunu yaradıb. Əfsanəvi Queen qrupunun bir sıra hitlərinin müəllifidir. Hazırda musiqici karyerasını davam etdirən Brian May nəzəri fizika və riyaziyyat sayəsində də elmi fəaliyyətə məşğuldur. Elmlər doktoru adını alıb və bir müddət Liverpool Universitetinin rektoru olub. Britaniyalı aktyor Benedict Cumberbatch 1976-cı ildə Londonda doğulub. Laurence Olivier və Emmy mükafatları laureatıdır. 2 dəfə Qızıl Qlobus və 1 dəfə Oscar mükafatına namizəd olub. Sherlock serialındakı Sherlock Holmes, Star Trek İntiqam filmində Han Nunyan Singh, imitasiya oyunu dramında riyaziyyatçı Alan Turing rolları ilə məşhurlaşıb. Doctor Strange, Thor və Qısasçılar filmlərində əsas rolları ifa edib. Telesəhəri izləyirsiniz əziz tamaşaçılarımız və telesəhərdə hər kəsin çox sevdiyi bir məqam var. Bürclərdən danışırıq biz orada və biz müxtəlif məlumatlar, maraqlı onların haqqında xarakterlər barədə məlumatları çatdırırıq və bu dəfə də həmkarım Nərmin çatdıracaq o məlumatları. Bu dəfə əziz tamaşaçılar ən əsəbi bürclərdən danışmaq istəyirəm ki, bu sırada birinci yerdə ox atanlar durur. Artıq biz səhərdən də bunun şahidik. Deyir ki, ox atanlar
ən sinirli bürclərdən biridirlər və əsəbləşəndə qarşısındakı insanın qəlbini qıracaq sözlər istifadə edirlər. Yəni, nəzərinə al bunları. Daha sonra o qəlbləri artıq bitişdirə bilməyəcəksən. İndi sən birinci oxatanı oxudun da, hə? Siyaha da birinci oxatanlar durublar. Daha sonra əqrəb bürcləri gəlir ilk üçlükdə. Əqrəb bürcləri isə asanlıqla əsəbləşməzlər, lakin əsəbləşəndən sonra çətin sakitləşirlər. Və şir bürcləridir ki, üçüncü yerdədirlər, əsəbləşəndə özlərindən çıxırlar. Sonradan peşman olacaqları şeylər belə edirlər. Əziz tamaşaçılarımız, əsəbləşən insanlar olduqları kimi olan insanlardır. Xarakterləri üzdə olan insanlardır. Yəni, onlardan heç kəsə bir ziyan gəlməz. Əgər işdir, birdən biz əsəbləşiriksə, Nərmin deyir də, yenə də bizdən ziyan gəlməyəcək və günümüzdə çalışaq əsəbi stresi uzaq saxlayaq. Elə həmçinin görək bugün həyatımızda, şəxsi həyatımızda, işdə, daha sonra sağlığımızda nələr baş verəcək, necə bir gün olacaq, gəlin izləyək. Qoç, hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilatı fəaliyyətlə bağlı ideyalar da pis deyil. Buğa, imkanlarınızı və resurslarınızı qoruyun. İşdə başladığınız layihəyə başqa ideallar ola bilər. Günün ikinci yarısında tərəfdaş və şəriklərdən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Mövqelərinizi qoruyun. Əkizlər, günün ilk yarısında asan işlərin çətinləşməsi istisna deyil. Səbirli olun, hadisələrin tempi sizin gözlədiyiniz sürətdən aşağı olacaq. Bütün diqqəti işə yönəldin. Xərçəng, günün ilk yarısı mahiyyət etibarilə uğurludur. Situasiyaların əksəriyyətində intuisiyanız dadınıza çata bilər. Dəyər verdiyiniz insanla aranızda tam qarşılıqlı anlaşma olmalıdır. Şir, günün ilk yarısından etibarən emosional gərginliyin artması, əsəblərin tarıma çəkilməsi mümkündür. Müvəqqəti çətinlikləri dəf edin. Maddi və məişət problemlərini vaxtında həll etməyə çalışın. Qız, məntiqli davranın. Qərarların qəbulunda emosiyaların əsrinə çevrilməyiniz bütün işlərinizə zərbə vura bilər. Diqqətdən qaçan xırdalıqlar ciddi problemlərə çevrilməməlidir. Sizi anlayan insanlarla ünsiyyətdə olun. Tərəzi, düşünülməmiş addımlar atmayın. Başqalarının işini görmək istəyirsinizsə, ilk əvvəl öz maraqlarınızı düşünün. Bugün hər deyilən sözə aldanmayın. Maliyyənizin qayğısına qalın. Həddi keçməyin. Əqrəb, bugün qarışıq və çətin gündür. Ancaq problemlər müvəqqəti xarakter daşıyır və tezliklə həll olunacaq. Uzun müddətli ötəriliklər götürməyin, vədlər verməyin, cari işləri başa vurmamış yeni planlar da qurmayın. Oxatan, sizi ifşa etmək istəyən insanlar ola bilər. Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, tənqidlərdən qaçmayın. Günün ikinci yarısında fəaliyyət sahənizi kənar müdaxilələrdən qoruyun. Oğlan, bələd olduğunuz insanların yeni tələlərini əvvəlcədən görün. Onlardan yan keçin. Ciddi işə başlamaq istəyirsinizsə, əməllərinizə nəzarət edin. İstəkləriniz absurd olmamalıdır. Şəxsi həyatdakı yenilikləri dəyərləndirməyi unutmayın. Dolça, qisas və ya incilik çox pis məsləhətçilərdir. Belə şeylərə çox da alidə olmayın. Həyatınız hər zaman öz əlinizdədir. Təxribatlara uymayın. Əks təqdirdə lazım olmayan işlərə pul və vaxt sərf etməli olacaqsınız. Balıqlar, günün ilk yarısından etibarən müxtəlif situasiyalarda fərqli insanlarla çalışmalı olacaqsınız. İşdə həmkarlarınız, rəhbərlik və hətta tanımadığınız insanlar belə sizdən sui-istifadə etməyə çalışa bilərlər. Əziz tamaşaçılar, xüsusilə də tələbələr, diqqətiniz bizdə olsun. Tələbələrin köçürülməsinə başlanılıb. Sənəd qəbulu iyulun 31-nədək davam edəcək və iyulun 25-dən start götürülür bu sənəd qəbulu. Tələbələrin köçürülməsi nədir? Burada yəni onlar təhsil aldıqları yeri müəssisəni dəyişə bilərlər, amma bunun üçün də 31 iyula qədər vaxtları var. Bəli. Yəni bu ayın sonuna qədər bu prosesi yekunlaşdıra bilərsiniz, istədiyiniz yeri seçirsiniz və həmin o köç prosesi belə desək başlayır. Və bir ay ərzində onların sorğuları belə deyək, cavablandırılacaq. Yəni köçürülməsi mümkündürmü? O kriteriyalara cavab verirlərmi ya yox? Amma daha ətraflı hansı kriteriyalar var burada? Bu proses necə həyata keçiriləcək? Bütün bunları indi süjetdən izləyib biləcəyik.
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanır. Proses iyulun 25-də saat 11-də start götürəcək. Elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Portala müraciət edən şəxslər köçürülmək istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmə imkanına malikdirlər. Müraciət üçün tələb olunan sənədlər sistemə əlavə olunandan sonra tələbə köçürülmək istədiyi təhsil müəssisəsini seçir və bizə müraciət eləyir. Bütün sənədlərlə tanış olandan sonra tələbənin köçürülməsi ilə bağlı qaydalara uyğunluğu ekspertiza ediləndən sonra tərəfimizdən qərar verilir. Cavablar böyük ehtimal bir ay ərzində və yaxud ondan bir qədər daha artıq müddətdə ekspertiza prosesi yekunlaşandan sonra açıqlanacaq və müraciətçilərin elektron kabinetlərinə bu barədə məlumat göndəriləcək. Köçürülmək üçün tələbənin Dövlət İmtahan Mərkəzindən topladığı balı qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində, bununla yanaşı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar eyni ixtisas qrupu daxilində olmalıdır. Eyni zamanda tələbələr bir təhsil müəssisəsində cəbrinə bir ixtisasında gəlmə və eyni zamanda təhsil alma forması, yəni əyandan qiyabi müəyyən keçə bilirlər və xaricdən təhsil alan tələbələr də qeyd olunan sənədləri mütləq şəkildə tərtib etməlidirlər, məqamsız təsdiq etməlidirlər və həmçinin əgər beynəlxalq dialoq sertifikatları əldə edibsə, məsələn, TOEFL, IELTS, SAT imtahanları var, nəsə varsa bunları sertifikləməlidirlər və onların şansı daha yüksək olacaqdır. Qeyd edək ki, xarici ölkələrdə akreditə olunmayan təhsil müəssisələri tələbələrin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Sənəd qəbulu 31 iyul saat 23:59-a qədər davam edəcək. Nilufər Səlim, Emin Tağıyev, Telesəhər. Ümumiyyətlə, mülki işlərdə yazışmaların aparılması qaydası ilə bağlı Mülki Prosessual Məcəllənin 10.10 və 200-cü maddələrin tələbinə görə əgər yazışmalar və digər video görüntülər məhkəmə qaydasına tətbiq olunmalıdırsa, o zaman həmin yazışmaların və video görüntülərin ünvanlandığı şəxsin mütləq şəkildə yazılı razılıq olmalıdır. Eyni zamanda həmin məcəllənin 95.2-ci maddəsinin tələbinə görə gizli yolla əldə edilmiş səs yazıları və video görüntülər sübut kimi istifadə oluna bilməz. Nəzərə alsaq ki, WhatsApp yazışmaları yazı formasına aiddir və orada başqasının razılığı olmadan və həmin yazışmalar gizli yolla əldə edilirsə sübut kimi istifadə oluna bilmir. Lakin Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı müvafiq qərarı oldu. Həmin qərara əsasən əgər hər iki tərəf eyni müqavilə tərəf edirsə, həmin müqavilə üzrə münasibətlər hər iki tərəfə bəlli olduğuna görə onlar arasında aparılan hər hansı yazışmanın məhkəmədə təqdim olunması həmin sübutlar, gizli yolla əldə edilmiş sübutlar hesab oluna bilmir. Bugün ölkəmizdə artıq demək olar işsizlərin sayı hər gün, hər ay azalır. Və bu azalma da elə davam edir. Onlar özlərinə məxsus şəkildə, özlərinə uyğun şəkildə işlər tapırlar və bununla da ən çox məşğulluq agentliyi məşğul olur. Və artıq bir müddətdir ki, ölkəmizdə də məşğulluğa dəstək layihəsi həyata keçirilir və bu layihə çərçivəsində 3000-ə yaxın işsiz məşğulluq xidmətinə cəlb olunub. Elə bizim növbəti süjetimizin də qəhrəmanı onlardan biridir ki, necə işlə təmin olunub, hansı avadanlıqlarla təmin olunub, ona necə dəstək göstərilib, bu barədə bizə danışacaq. Bir dənə də cümlə deyim ki, işləmək istəyənə həmişə iş var. Yəni həqiqətən tamamilə razıyam mən səninlə. Elnur Quliyev ailəsi ilə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün olaraq Bakıya gəlib. Burada yeni həyata başlamaq, sıfırdan qurmaq, yaratmaq Quliyevlər ailəsi üçün o qədər də asan olmayıb. Elə Füzuli rayonunda məşğul olduqları peşə ilə davam ediblər paytaxtda da. Atasından avtomobil təmirini öyrənən müsahibim artıq öz işini qurmaq qərarına gəlib və məşğulluğa dəstək layihəsi ilə maraqlanıb. Özünə məşğulluqla əlaqədar Yasamal Məşğulluq İdarəsindən müraciət elədik. Biz müraciət edəndən sonra bir müddət sonra təlim keçildi. Təlim keçəndən sonra bir müddət sonra imtahan oldu. Sonra avadanlıqları bizə təqdim elədilər. Mənə təqdim elədikləri avadanlıqlar balans aparatı, təkər sökən aparat, kompresor, mənə təkər təmirinə aid olan bütün hər bir şeyi verdilər. İstəyirəm ki, bu avadanlıqlarımızı Füzuli rayonunun Qarxanbəyli kəndində, doğulduğumuz öz kəndimizdə aparaq işlədək və məşğul olaq bir işlə.
Elnur Quliyev tək deyil. Bu layihədən yararlanan yüzlərlə vətəndaş artıq öz uğurlu biznesini qurub. Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən proqramın da əsas məqsədi işsiz kimi qeydiyyatda olan 50-liyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünü məşğulluq proqramına cəlb edilərək onların əmək bazarına çıxış imkanlarının yaradılmasıdır. Bu proqramın icrası bir neçə mərhələdən ibarətdir. İlk olaraq namizədlər məşğulluğa dəstək layihəsinə cəlb olunmaq üçün seçilir, onların qeydiyyatı aparılır, özünün məşğulluqlarının təşkili üçün şəraitlərinin yoxlanması həyata keçirilir, daha sonra təlimlərdə iştirak edirlər, biznes planının qiymətləndirilməsi aparılır və daha sonra uyğun namizədlər avadanlıqlarla təmin olunurlar. Avadanlıqlarla təmin olunduqdan sonra, yəni bu vətəndaşlar üçün iş yerləri yaradıldıqdan sonra isə layihəyə cəlb olunan vətəndaşlara mentor dəstəyi göstərilir. Artıq 3000-ə yaxın vətəndaş bu proqrama cəlb olunub. Onların bir qismi avadanlıqlarla təmin ediliblər. Digərlərinə də avadanlıqların verilməsi istiqamətində işlər görülür. Ümumilikdə isə bu layihənin 22 min işsiz şəxsi əhatə etməsi planlaşdırılıb. Billurə Mikayıllı, Çinarə Vaqif, Telesəhər. Vaxtilə doğma Qarabağımızın, doğma torpaqlarımızın görüntülərini məsələ biraz öncə izlədiyiniz o qızıl fontdan olan görüntülərlə baxırdıq, həsrətlə izləyirdik. Amma bugün hər birimiz o torpaqları görə bilərik, hər birimiz o torpaqlarda, artıq o torpaqların sahibləri orada yaşayırlar, doğma Laçınlılar və elə onların köç prosesi də davam edir. Artıq bütün həsrətlərimizə son qoyulub. Çünki Qarabağımızı gözümüzlə görüb, belə deyək, nəfəsimizlə duyuruq. Və bugün də Laçına növbəti köç həyata keçirilir ki, 18 ailə artıq Qobu Park 3 yaşayış kompleksindən Laçına, doğma torpaqlarına göndəriliblər. Hesab elə ki, orada yenidən həyat qaynayacaq, yenidən məktəbə gedənlər olacaq, ilk şənliklərini, ilk toylarını keçirdənlər olacaq. Laçından, doğma Qarabağımızdan çıxacaq istedadları düşünürəm. Bilirsən, o torpaqlar mənə görə, ümumiyyətlə bizə görə də o sehirli bir torpaqlar. Əgər bu 30 il ərzində həqiqətən də o torpaqları görməyən istedadlar var idisə, yetişirdisə, sən hesab elə o torpaqlarda yaşayandan sonra, o havanı duyandan sonra oradan necə istedadlar çıxacaq? Tam doğru. Əziz tamaşaçılarımız, gəlin elə Laçınlıların, o insanların sevincini sizinlə birgə izləyək, şahid olaq. Sevincdən bilmirik ki, nə qayraq. Göz yaşlarımız hamısı sevincdəndir vallahi. İndən belə göz yaşlarımız ancaq sevinç göz yaşları olsun. Laçına həyat qayıdır, köç prosesi davam edir. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə 73 nəfər köçürülür. Böyüklük, kiçiklik hamı sevinclidir, həm də həyəcanlı. Onlar böyük qayıdışın bir parçasıdır. Uzun illərdən sonra ata yurdlarına qayıdırlar. Bərpa edilən və yenidən qurulan Laçında onları yeni həyat gözləyir. Həmiş kədərlənirəm, həmiş şad oluram. Belə də çox xoş günlərdir. Bayaq dedim, Allah ordumuzu qorusun, Allah xalqımızı qorusun. Orada mən çıxanda cavan oğlanıdım, indi də yaşlaşmışam, qoca kişi qayıdıram. Yazıb yaradanlara ilham verən Laçının elə bundan sonra əsl çalçağırlı günləri başlayır. İllərdir çəkilən Laçın həsrəti sona yetir. Bu acılı, kədərli günlərimiz Laçında qalmışdı. Amma o kədəri unutmaq üçün biz ailəmizlə, uşaqlarımızla, nəvələrimizlə bugün Laçına dönüş edirik. Laçında yaşamaq bizim üçün bir xoşbəxtlikdir. Bugün mən bu yaşımda Laçına dönürəmsə, bizim gələcək nəsil olan övladlarımız bizim arxamızca Laçına doğru gələcəklər. Laçının özündə yaşayacağıq, Laçının özündə yaradacağıq, Laçının özündə məskunlaşacağıq. Arzuları Laçın, istəkləri Laçın olan sakinlərin sevincinə bugün bütün Azərbaycan şərikdir. Mən Laçından çıxanda 5 aylıq idim. Artıq bu gün 31 yaşım var. Daima xəyallarda canlandırırdıq Laçındakı evimizi, məhəlləmizi, baba-nənəmizdən eşitmişdik oradakı həyatı. Çox həvəslə, sevinclə bugünkü gündə ora geri dönüş eləyirik. Mən öz övladımla bərabər, ailəmlə bərabər ora geri döndüyüm üçün çox sevincliyəm. Bununla da Laçın şəhərində 111 ailə 424 nəfərin daimi məskunlaşması təmin edildi.
Telesəhəri izləyirsiniz əziz tamaşaçılarımız və Telesəhərdə hazırda mədəniyyət xəbərlərinin vaxtıdır. Elə Laçından söz düşmüşkən istərdim ki, oradan danışım. Dedik ki, oranın istedadları var, orada teatrımız, musiqimiz, muğamımız inkişaf eləyəcək də. Elə Laçında Sarı Aşığın Dastanı tamaşasının premyerası olub. Səhnə teatrı bu tamaşanı təqdim edib. Tamaşanın prodüseri bildirib ki, yaxşı və aşıq dastanı motivlərindən istifadə edilməklə bax belə bir maraqlı tamaşa reallaşdırılır doğma Laçınımızda. Və digər bir xəbəri isə kino sahəsindən çatdırmaq istərdim ki, Kino Agentliyi 5 milyon 500 min manatlıq film layihəsi müsabiqəsi elan edir ki, burada yerli kinematografçılar iştirak edə bilərlər və xüsusilə də bu layihə dövlət tərəfindən kino sahəsinin inkişaf etdirilməsi üçün yönəldilib. Biz çox ümid edirik ki, həqiqətən də bu layihənin sonunda belə deyək, gözəl ekran əsərləri ərsəyə gələcək. Və hətta nəinki bu gözəl ekran əsəri ölkəmizdə, dünyada, Avropa ölkələrində müəyyən mükafatlandırma mərasimlərinə də gedib iştirak eləyə biləcək. Mədəniyyət aləmindəki xəbərlərdən bəzilərini biz sizə çatdırdıq. Hamısı indi isə daha ətraflı izləmək lazımdır. Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması ilə bağlı işçi qrupun iclası keçirilib. İlk iclasda qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün elmi təşkilati məsələlər müzakirə olunub. Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədi ilə işçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərarı alınıb. Biz burada çox ciddi bir axtarış aparmaq fikrindəyik. Yəni, Qərbi Azərbaycanın tarixi, bir fundamental tarix yazılması istiqamətində işlər gedir. Onun coğrafiyası, əhatə dairəsi, bunlar haradır, ədəbiyyatı, folkloru, memarlığı, tarix, mədəniyyət abidələri, toponimlərdən biz çox bəhs etmişik və haqlıyıq, bəhs etməliyik. Yəni, burada çox belə əhatəli bir ensiklopediya hazırlanması nəzərdə tutulur. Hazırda ensiklopediyanın sözlüyünün hazırlanması istiqamətində işlər görülür. Nəşrin ərsəyə gətirilməsində əsas konseptual yanaşma ensiklopediyada bütün məlumatların ümumi Azərbaycan kontekstində verilməsidir. Foto şəkillər olmalıdır, rəsmlər olmalıdır. Ondan sonra biz çalışacağıq ki, çoxlu xəritələr olsun. Yəni, həm informasiya, həm də o əyani şəkildə oradan biz istədiyimiz məlumatı ala bilək. Mənə elə gəlir ki, bu ensiklopediyanın hazırlanması, bu Qərbi Azərbaycanla bağlı böyük qayıdış proqramı və o tədbirlər sistemində mənə elə gəlir ki, ən mühüm məsələlərdən biri olacaqdır. Milli Elmlər Akademiyasının rəyasət heyətinin qərarına əsasən ensiklopediyanın sözlüyünün sentyabrın 20-sinə kimi hazırlanması nəzərdə tutulub. Beyond Walls, yəni divarları aşmaq layihəsi ilə dünyanın müxtəlif ölkələrində nəhəng installyasiyalar yaradan rəssam Saypenin növbəti dayanacağı İsveçrənin füsunkar təbiətə malik dağları olub. Yıllar sür olan kəndinin yaşıl yamaclarında təbaşir və kömür istifadə etməklə 2 uşaq rəsmi çəkib. Rəssam qeyd edib ki, onun kompozisiyaları təxminən 3000 kvadrat metr ərazini əhatə edir. Əsərləri bütünlüklə görmək üçün yaxınlıqdakı dağlara qalxmaq lazım gəlir. Bu, həm ənənəvilikdən qaçışı təcəssüm etdirir, həm də yeni rakurslar, müxtəlif baxış bucaqları tamaşaçını düşündürür. Deux enfants qui dessinent respectivement. Təsvir etdiyim uşaqlar bir-birindən fərqli hündürlükdə yerləşir. Buna görə də onlar öz baxış bucaqlarından gördüklərini çəkirlər. Mən bu freskamı günəşlə ay qarşılaşanda adlandırmışam. Müxtəlif şeylər çəksələr də, onların əsərləri bir-birini tamamlayır. Saypenin yaratdığı kompozisiyalar müvəqqətidir. Onlar hava şəraiti imkan verdiyi halda ən çox 2 həftə ilkin vəziyyətində qala bilir. Rəssam özü də əsərləri ilə insan həyatının faniliyini, keçiciliyini göstərmək istəyir və bunlarla yanaşı bu qısa həyatda insanları birliyə səsləyir. Saypenin Birləşən Əllər layihəsi də dünyada həmrəyliyə, dözümlülüyə çağırışdı. Müəllifin 2019-cu ildə başladığı layihə çərçivəsində hazırladığı əsərləri Paris, Andorra, Cenevrə, Berlin, Torino, İstanbul və digər şəhərlərdə nümayiş olunub.
Nüfuzlu Forbes jurnalı Saypeni 2019-cu ildə dünyada mədəniyyət sahəsində 30 yaşından aşağı olan ən təsirli 30 insan siyahısına da daxil edib. Telesəhəri izləyirsiniz, əziz tamaşaçılar. Bizə yeni qoşulan tamaşaçılarımızın sabahı xeyirli olsun və sabahımızı açmışıqsa mütləq şəkildə sosial mediada, sosial şəbəkələrdə baş verən son yeniliklərə də bir nəzər salmalıyıq. Bu müxtəlif illərdə demək olar ki, hər il belə bir bənzər xəbər çıxır. Sonra o xəbərin üstündən yenə nə qədər vaxt keçir, yenə başqası çıxır. Söhbət nədən gedir? Hər il müxtəlif ölkələrin dəniz kənarı sahilində bir dənə su pərisi ortaya çıxır. Bu dəfə də nə qədərdir bunlar da bitmir. Avstraliyada bu dəfə dəniz kənarında gəlib görüblər ki, bir skelet vurub quruya və baxıblar, araşdırırlar. Görürlər ki, bu skeletin, bunun başı insanınkına bənzir. Yəni kəllə sümü insanınkına bənzir. Deyirlər, bu su pərisidir, bu 100% su pərisidir. Amma biologlar da araşdırırlar. Onun üçün xüsusiyyətlərində sübut da var. Çünki skeletin forması, buyruq forması. Bu sübutlar var. Sonra nə olur bu sübutlar? Araşdırma bitmir, məlumat çıxmır. Yenə o su pərisi qalır, yenə təzəsini tapırlar. Amma həqiqətən həmin su pərilərinin yaşı, bu skeletlərdə nə vaxtsa olublar da bilinmir. Amma həqiqətən də indi reallıqda görənlər olur. Səbuhi deyir ki, mən görmüşəm. Yəqin Xəzər tərəfdə görüb, öz tərəflərində görüb, bilmirəm. Və əziz tamaşaçılarımız və biz bunun kimi manalı xəbərləri sizə təqdim edirik. Bizdən daha yaxşı xəbərləri də həmkarımız Billurə təqdim edir. Sabahınız xeyir olsun dostlar. Həm o xəbərləri, eyni zamanda digər sosial media gündəm xəbərlərini indi sizə təqdim edəcəyik. Belə hörmətli tamaşaçılar, sosial mediada ən çox paylaşılan, diqqət çəkən xəbərlərdən biri ilə davam etmək istəyirik. Türkiyədə, İstanbul şəhərində baş verib bu hadisə. Məscidə girən it hər kəsi təəccübləndirib və namaz qılan insanlara çətin anlar yaşadıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sübh vaxtı məscidə daxil olan it namaz qılan vətəndaşları bir qədər çətin vəziyyətdə salıb. Belə ki, İstanbul şəhərində baş verib hadisə. Görüntülərdə küçə iti namaz qılan insanların qarşısında oynaması, bir növ əzizlənmək istəməsi, eyni zamanda insanların ona reaksiyası paylaşılıb sosial şəbəkələrdə. İnsanların bəziləri ibadətlərini yarımçıq qoyub çıxıblar, digərləri isə onu çıxarmağa çalışıblar. İtsə heç nəyə, belə deyək, məhəl qoymadan əylənməyə davam edib və bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Dostlar, əksər şəxslər isə rəylərdə bildirirdilər ki, insanlar namazlarını hətta saxlayıb, iti əzizləməlidirlər. Hər halda fikirlər müxtəlifdir. Heyvanın ora girməsi də yəqin ki, təsadüfdür dostlar və həmin görüntülər sosial şəbəkələrdə qeyd etdiyimiz kimi ən çox müzakirə olunan xəbərlərdən biri idi. Davam edirik dostlar. Sıradakı xəbərimiz isə ən çox istifadə olunan yazışma platforması WhatsApp-la bağlıdır. Hansı ki, biz mütəmadi olaraq yenilikləri sizə çatdırırıq bu istiqamətdə. Bu dəfə də bir yenilik var. Belə ki, artıq Messengerin yeni versiyasını təqdim ediblər. Yəni, insanlar smartfonun telefon kitabçasında nömrələri qeyd etmədən də ünsiyyət qurmaq mümkün olacaq. Bilirsiniz ki, indiki bir qədər əvvəlki dövrdə də insanlar mütləq şəkildə yazışmaq üçün həmin şəxsin adını kontakta əlavə etməliydilər. Artıq buna ehtiyac yoxdur. Yeni versiyada bir şəxsiyə ünsiyyətə başlamaq üçün orada söhbətə başla başlığını seçmək və açılan pəncərəyə nömrəni daxil etmək kifayətdir və bundan sonra əlaqə axtarış nəticəsində həmin insana yazmaq mümkün olacaq və bu bir qədər də insanların işini rahatlaşdırıb. Çünki bəzən olur ki, onu kontakta daxil etmək istəmirik. Çünki kontakta daxil etdikdə o bizim WhatsApp storylərimizi izləyə bilir həmçinin və daxil etmək istəmədikdə isə məcbur idik ki, daxil eləyək ki, çünki onunla yazışmaq lazım idi. Amma artıq buna ehtiyac yoxdur. Daxil etmədən də rahat şəkildə çox az kontaktda olduğunuz insanlarla yazışa bilərsiniz dostlar və bu WhatsApp-ın təqdim etdiyi yeniliklər artıq demək olar ki, həm Android, həm Apple istifadəçiləri üçün keçərlidir. Bunun üçün həm Play Store-a, eyni zamanda App Store-a girib sadəcə həmin versiyanı yeniləmək kifayətdir. Davam edirik dostlar. Sıradakı xəbərimiz isə Şotlandiyada baş vermiş hadisə ilə bağlıdır. 50-dən çox delfin suda ölü vəziyyətdə tapılıb və bunun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Şotlandiyanın Lewis adasının sahilində ölü vəziyyətdə 55 delfin aşkar edilib. Delfinlər sürü halında sahilə atıldıqdan qısa müddət sonra tələf olublar. Qeyd olunur ki, xilas edicilərin və baytarların səyinə baxmayaraq sürü halında olan delfinlərin çoxu tələf olub. Qalan delfinləri xilas etmək mümkün olmayıb və baytarlar həmin ərazidən delfinləri uzaqlaşdırıblar. Çünki
xəstəliklərin, bir çox virusların yaranmasına səbəb olar deyə və bu görüntülər də sosial şəbəkələrdə paylaşılan görüntülərdən idi, təəssüf doğuran görüntülərdən idi. Çünki delfinlər həqiqətən də sevimli heyvanlardır, insanların dostu sayılır bir növdə və bu cür yaşanması təəssüf doğuran məqamlardandır dostlar. Davam eləyirik. Sıradakı xəbərimiz isə Twitter'la bağlı olacaq. Twitter'la da bağlı mütəmadi olaraq xəbərlər təqdim edirik, amma xoş xəbərlər deyil. Bu son günlər, son zamanlar paylaşılan xəbərlər. Gəlirlərinin aşağı düşməsi, işçilərinin ixtisar edilməsi, ona rəqib digər bir sosial platformanın yaranması. Elə növbəti xəbər də Twitter'in mənfi işləməsi ilə bağlıdır. Belə ki, Elon Musk'ın verdiyi məlumata əsasən reklam gəlirlərinin 50% aşağı düşməsi böyük maliyyə borcu səbəbilə Twitter'ın gəlir axını mənfiyə doğru davam edir, axmaqda davam edir və daha öncə Elon Musk ümid eləyirdi ki, Twitter'ın bu ilin iyun ayına müsbət göstərici gəlirləri bərpa olunacaq, amma gedişat bunun tam əksini göstərir və qeyd edək ki, sosial şəbəkə ümumilikdə 1,5 milyard dollar azalda bilib öz xərclərini, ancaq buna baxmayaraq yenə də əvvəlki formasına qayıtmaqda bir qədər çətinlik çəkir. Qeyd etdiyimiz kimi yeni yaranan platforma, sosial platforma, Twitter'a rəqib olan platforma da buna təsirsiz ötüşmür hər halda dostlar. Davam eləyirik. Sıradakı xəbərimiz isə Taj Mahal'la bağlıdır. Hindistanın ən görməli, gəzməli məkanlarından biridir, amma bu dəfə orada baş verən sel daşqınları nəticəsində artıq son 40 ilin hadisəsi baş verib. Artıq Taj Mahal'ın divarları önünü də su basıb və bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məqbərənin qorunub saxlanılmasına cavabdeh olan qurum Hindistan Arxeoloji Xidməti xəbər verir ki, Taj Mahal'ın zirzəmisinə su keçməyib, amma bu 17-ci əsrin ortalarında ucaldılmış divarların konstruksiyası üçün təhlükə yarada bilər və qeyd etdiyimiz kimi son 45 ildə ilk dəfə bu cür daşqınlar baş verib və nəticədə tarixi binanın divarları təhlükə qarşısında qalıb və təbii ki, onun həmin suların təmizlənməsi üçün işlər görülür dostlar. Bu sadə olan sonuncu xəbərimizi təqdim edirik dostlar. Biz mütəmadi olaraq maraqlı əl işlərini sizə təqdim edirik. Bu dəfəki əl işində isə fərqli şəkil çəkmək üsulları ilə bağlı olacaq. Hansı ki, bir çoxlarımızın hobbisidir, bir çoxlarımız istirahətə gedən zaman və yaxud da hər hansı yeni aldığımız bir əşyanı göstərən zaman mütləq ki, onun şəklini çəkib sosial şəbəkədə paylaşırıq. Bəs necə paylaşaq ki, daha çox diqqət çəkək, daha çox insana çatsın? Bax, bu video məhz həmin sualın cavabını axtaranlar üçündür. Xəbərləri izləyirsiniz, əziz tamaşaçılarımız. Ötən gün sosial şəbəkələrdə ən çox yayılan bir xəbər var idi. Bax, biz elə sosial şəbəkələrdə hər zaman müxtəlif videolar təqdim edirik, həmkarımız təqdim edir və orada belə bir video var idi ki, iki kirpi, yəni ata və ana kirpilər öz balalarını pələngdən müdafiə eləməyə çalışırdı, bəbirdən müdafiə eləməyə çalışırlar və onlar necə komanda şəklində ölümlə üz-üzə gələrək öz canlarını vermək bahasına imkan vermədilər ki, balalarını bəbir yesin. Bax, bu instinkt heyvanlarda belə var. Gəlmişkən, vəhşi təbiətdə biz buna dəfələrlə şahid oluruq. Amma baxmayaraq ki, ətrafımızda danışarkən deyirik ki, biz bir sivil dünyada yaşayırıq, sivil insanlarıq. Amma aramızda həqiqətən də o sivillikdən fərqlənən, bəlkə də o vəhşi heyvanlardan belə fərqlənməyən insanlar rast gəlinir. Həqiqətən də mən bu insana ötən gün baş verənləri görərkən ana deyə bilmirəm. Çünki ana bir müqəddəs bir kəlamdır və o insana heç də yaraşmaz. Və öz vicdanını bir, belə deyək, parçaya büküb
öz övladını da yox, öz vicdanını bir parçaya büküb zibil qutusuna atmaq bu həqiqətən də heç insanlığa sığmayan bir rəftardır. Kimsə illərlə, aylarla həmin o uşağı gözlərkən, həyatına bir sevinc qatılacağını gözlərkən bu adamlar götürüb o sevinci atırlar zibilliyə. O sevinci atmırsınız, elə nəmin düzdür. Özünüzü atırsınız, öz vicdanınızı atırsınız. Üzülərək, utanaraq həmin o görüntüləri təqdim edirik. Köhnə tikiş fabrikinin boş ərazisi, sakitlik, ətrafını üfunət basan zibil qutuları və ölmə tərk edilən günəş bala. Hadisə ötən gün Sabunçu rayonu Tatarski küçəsində baş verib. Əraziyə ananın içərisində olduğu deyilən maşın yaxınlaşır, baxır və ərazidən uzaqlaşır. Daha sonra ana qucağında əski parçasına bükdüyü körpəsini gətirir və öz əlləri ilə 15 günlük yeni doğulmuş körpəsini bu zibil qutusuna ataraq ölmə tərk edib. Vicdanını əski parçasına büküb zibil qutusuna tullayanlar hər şeyi hesablasalar da bir şeyi unutmuşdular. Baş verənləri anbaan ərazidəki müşahidə kameraları qeydə alırdı. Ana öz körpəsini zibil qutusuna atdıqdan sonra bəlkə də heç kimin xəbəri olmadan 1 saat ərzində üzərinə dəfələrlə zibil də atılır. Və 1 saatdan sonra müşahidə kameralarından da göründüyü kimi 2 nəfər zibil qutusuna yaxınlaşaraq körpəni həmin zibil qutusundan çıxarır. Əraziyə dərhal təcili tibbi yardım briqadaları cəlb edilib. Körpəyə yerində baxış keçirilib və bir saylı uşaq evinə aparılıb. Biz də uşağı görmək üçün körpələr evinə üz tutduq, amma günəşi görə bilmədik. Bir nömrəli körpələr evindən bildirildi ki, uşağın səhhətində problem yarandığı üçün Əbülfəz Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına göndərilib. Gedək görək orada vəziyyət necədir. Bizi uşağın yanına buraxmadılar. Çünki bildirildi ki, vəziyyəti ağırdı. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bütün müayinələr aparılıb, müvafiq müalicə aparılır. Hal-hazırda vəziyyəti ağır olaraq qalır, stabil ağır olaraq. Diaqnozu da mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozudur. Aparılan araşdırmalar nəticəsində körpənin anası tapılıb. Suraxanı rayonu Hövsan qəsəbəsinin sakini Səbinə Qasımova. Uşaq Nəsimi rayonunda dünyaya gəlib, daha sonra Sabunçu rayonuna gətirilib. Körpənin anası polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Araşdırmalar davam edir. O qaranlığa doğan günəşdir. Baş verənlərdən xəbərsiz. Məsum canı ilə ona biçilən taleyin ağrı acısını bəlkə də ömür boyu çiyinlərində daşıyacaq. ASTV xəbər komandası olaraq biz də adı Günəş çağrılan balanın səhhətini, faktla bağlı aparılan araşdırmaları diqqətdə saxlayacağıq. Telesəhəri izləyirsiniz əziz tamaşaçılarımız və telesəhərin dinbəylər baxır. Deyir ki, bax biz gün ortaya, axşama mən yemək yeməliyik ki, maraqlı, fərqli. Biraz da bu yay havalar, yaydır da, yəni isti havalardır. Biraz ağır yemək istəmirsən. Ona görə mətbəx rubrikasında bugün nə var? Bu dəfə mətbəx rubrikasında biz çoban qovurmasını təqdim eləyəcəyik. Onu necə hazırlayırlar? Mən artıq buradan görəndə görürəm ki, yəni tərəvəzlərdən, ətdən, göbələkdən istifadə olunub onun hazırlanmasında. Amma tam təfərrüatların, o bütün detalların, xeyr, pişə bilmirəm. Çünki görüntüyə görə, mənə görə biraz çox yağlı görsənir. Nərmin görə bilir, amma bişirə bilmir əziz tamaşaçılarımız. Siz də onun kimi görüb bişirə bilmirsinizsə, o zaman ekrana yaxın əyləşin, izləyin ki, bu yeməyi axşam sizdən soruşanda bişirə biləsiniz. Bu səhər də bizi izləyən dəyərli telesəhərçilərimiz, aşbazlarımız, food blogerlərimiz. Bugün biz Park Foro restorandayıq və aşbazımız Dilarə xanımla bərabərik. Sabahınız xeyir olsun. Sabahınız xeyir Cüneyt xanım, xoş gəlmişsiniz. Təşəkkürlər. Bugün sizin üçün çoban qovurma hazırlayacağım quzu ətindən. Görək Dilarə xanım bu yemək üçün hansı ərzaqlardan istifadə edir? Quzu əti, rəyli bibər, soğan, bir də göbələk istifadə olunacaq. Başlayaq Dilarə xanım? Başlayaq. Buyuraq.
Rəngli biberlərimizi istifadə edəcəyik. İndi isə quzu ətimizi doğrayıb yeməyimizi hazırlayacağıq. Ərzaqlarımız bu formada doğrandı. İndi isə keçirik Dilarə xanımla bərabər mətbəxə əsas hissəyə. Getdik. Bəli, ləzzətli yeməyimiz hazır oldu. Təbii ki, dadına baxaq, ondan sonra fikrimi bildirim. Möhtəşəm bir yemək. Əslində, yayda isti havalarda daha yüngül yeməklərə üstünlük verir. Amma bu yeməyin dadına, yəni bişirməsək, baxmasaq, məncə günah olardı. Çox ləzzətlidir. Dilarə xanım, əllərinizə sağlıq. Təşəkkürlər. Xoş olsun, təşəkkür edirəm. Çox sağ edirəm. olun. Dəyərli telesəhərçilərimiz, bu səhərin yeməyini də bax belə gözəl hazırladıq və sizə təqdim elədik. Təbii ki, bizi izləməyə davam edin. Fərqli yeməkləri bizdən öyrənin. Sağ olun, sabahınız xeyirli olsun. Uşaqlarda burun və boğaz əti dediyimiz bu əslində burun udlaq badamcığı və damaq badamcıqlarıdır. Bunlar normalda limfadenoid toxumadan ibarət olub insanın immun sisteminin bir hissəsini təşkil edirlər. Onların funksiyası yuxarı tənəffüs yollarından, yəni belə deyək, burundan və ağız boşluğundan daxil olan mikroorqanizmlarla mübarizə apararaq onları belə deyək, zərərsizləşdirmək və digər orqanlara düşməsinin qarşısını almaqdır. Bu da badamcıqlar özləri mikroorqanizmlarla, patoloji mikroorqanizmlarla mübarizə apardıqları üçün hərdən özləri də infeksiyalaşır və funksiyasını itirərək artıq orqanizmə ziyan verməyə başlayır. Məsələn, burun udlaq badamcığı hipertrafikləşir, böyüyür, iltihablaşır və uşaqlarda orta asidlərə səbəb olur, tənəffüs çətinliyinə səbəb olur və digər problemlər yaratdığına görə onlar əməliyyat olunub götürülür. Damaq badamcıqları, tanzilalar isə patoloji mikroorqanizmların təsirindən iltihablaşaraq angina, irinli tonsillit yaratmağa başlayır və bu halda da artıq orqanizmə ziyan verir. Həmin halda əlbəttə biz onları əməliyyat edib götürürük. Sağlam burun udlaq badamcıqları və damaq badamcıqlara əməliyyata göstəriş deyil. Telesəhəri izləyirsiniz, əziz tamaşaçılar. Sabahınız xeyirli olsun. Sizə xoş bir gün arzuluyuruq. Həmvətənlərimiz, sabahınız xeyirli olsun. Ümid edirik ki, bizimlə gününüz enerjili dolu keçir, səhəriniz enerjili dolu keçilir və biz hazırda tələbələrə bir xəbərimiz var. Bəli, həmin o tələbələr ki, oxuduqları müəssisələri dəyişmək istəyirlər. Başqa yerdə oxumaq istəyirlər. İndi müxtəlif problemlər olur və yaxud da ki, müxtəlif tutaq ki, onlar üçün şərtlər dəyişir. Onlar dəyişmək istəyirlər və bunun üçün də düz ayın 31-nə qədər, yəni iyulun 31-nə qədər vaxtınız var. Nə etməlidirlər? Amma iyulun 25-dən etibarən, yəni zaman da bir o qədər də çox deyil və burada Portal Edu Az portalı vasitəsilə, belə deyək, yox, daha doğrusu Transfer Edu Az portalı vasitəsilə onlar qeydiyyata keçməlidirlər, bütün sənədlərini təqdim etməlidirlər. Amma bir sıra şərtlər var ki, hansı şərtlərlə onlar bu köçürülmədə iştirak edə bilərlər, onların sənədləri məqbul hesab olunacaq. Bu hansı şərtlərdir, indi biz süjetdən izləyib biləcəyik. Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanır. Proses iyulun 25-də saat 11-də start götürəcək. Elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Portala müraciət edən şəxslər köçürülmək istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmə imkanına malikdirlər. Müraciət üçün
tələb olunan sənədlər sistemə əlavə olunandan sonra tələbə köçürülmək istədiyi təhsil müəssisəsini seçir və bizə müraciət eləyir. Bütün sənədlərlə tanış olandan sonra tələbənin köçürülməsi ilə bağlı qaydalara uyğunluğu ekspertiza ediləndən sonra tərəfimizdən qərar verilir. Cavablar böyük ehtimal bir ay ərzində və yaxud ondan bir qədər daha artıq müddətdə ekspertiza prosesi yekunlaşandan sonra açıqlanacaq və müraciətçilərin elektron kabinetlərinə bu barədə məlumat göndəriləcək. Köçürülmək üçün tələbənin Dövlət İmtahan Mərkəzindən topladığı balı, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində, bununla yanaşı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar eyni ixtisas qrupu daxilində olmalıdır. Eyni zamanda tələbələr bir təhsil müəssisəsində gəlmə, bir ixtisasında gəlmə və eyni zamanda təhsil alma forması, yəni əyanədən qiyabı müəyyən keçə bilirlər və xarici təhsil alan tələbələr də qeyd olunan sənədləri mütləq şəkildə tərtib etməlidirlər, məqamı təsdiq etməlidirlər və həmçinin əgər beynəlxalq beynəlxalq sertifikatlar əldə edibsə, məsələn, TOEFL, IELTS, SAT imtahanları varsa, bunları seçməlidirlər və bunların şansı daha yüksək olacaqdır. Qeyd edək ki, xarici ölkələrdə akreditə olunmayan təhsil müəssisələri tələbələrin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Sənəd qəbulu 31 iyul saat 23:59-a qədər davam edəcək. Nilufər Səlim, Emin Tağıyev, Telesəhər. Hamı bilir ki, mövzu restoran, mövzu yemək olanda mən danışmalıyam burada. Ən çox mən danışmalıyam hətta. Çünki bunlara gedirəm, hər dəfə bir problemlə qarşılaşıram və dərdimi də heç kəsə deyə bilmirəm. Menyu gətirirlər, menyu tax ki, yaxşı vəziyyətdə olmur. Xidmət edən tax ki, ofisial gəlir, üstündə ləkələri olur və yaxud da ki, yemək çox gec gəlir, bir sifarişi versən 60 dəqiqə, 1 saata yemək gətirir. Elə bil ki, gedib əti indi kəsir, hələ indi başlayır o yeməyi bişirməyə və hələ nə qədər bununla bağlı problem var ki, bildirə də bilmirsən. Hamıya bir-bir yazmayacağım ki, getməyin bu restorana. Və həqiqətən də bugün ölkəmizdə kifayət qədər xidmət göstərən restoranlar var ki, hansılar ki, müəyyən ulduzlar almaq istəyirlər. Yəni bu ulduzlarla onların nə qədər belə deyək, məşhur olmağına təsir göstərir bilmirəm. Bu ulduzdan deyil, bu keyfiyyətlərinin göstəricisidir. Keyfiyyətlərinin göstəricisidir və yəni otellərdəki kimi belə deyək. Keyfiyyətlərinin göstəricisidir, amma gəl ki, keyfiyyətə, Rəvanın sözünə qüvvət, bəzən keyfiyyət həmin ulduzlarla, həmin o adı ilə, sanı ilə həmin müəssisənin heç də üst-üstə gəlmir. Deyirsən ki, mən bunu gedib paylaşacağım bu probleminizdir, get harada istəyirsən paylaş. O qədər də verəcəm. Amma məsəl üçün xaricdə gedəndə, atıram mən Türkiyədə gedəndə, sən hər hansı bir xırda nədənsə şikayət eləyəndə, orada çalışır restoran rəhbərliyi maksimum şəkildə səni məmnun oradan yollasın. Çünki müştəri məmnuniyyəti anlayışı onlarda var. Artıq bizdə də ulduzlamaq olacaq. Məsələn, restorana getdik, xoşumuza gəlmədi, qoy bir ulduzu geçsin. Heç bir ulduz da qoyma, heç ulduz da vermə. Deyəcəksən ki, yəni bu uyğun deyil, şərhini də yazabilirsən. Və ya ekranda artıq müəyyən ulduz təsnifatı görəcəksən ki, məsəl üçün bu 3 ulduzlu restoranda. Adətən biz otelləri necə müəyyən eləyirik ki, bu 4 ulduzdur, 5 ulduzdur. Yəni ona görə müəyyən monitorinqlər keçiriləcək, müəyyən yoxlamalar keçiriləcək və ona görə də həmin restoranlar artıq ulduzla təmin olunacaq. Odur ki, əziz restoran rəhbərləri, düşəcəm bütün restoranlara bir-bir. Əgər pis xidmət olsa, orada hamısına bir ulduz verəcəm. Sanki revizorsan. Bugünə qədər otellərin xidmət səviyyəsinin fərqləndirilməsi üçün onların ulduzlarla təsnifatına rast gəlirdi. Yeni qərara əsasən isə bu qayda restoranlara da aid ediləcək. İctimai yaşa müəssisələri demək 3, 4 və 5 ulduzlu sistemlərlə dəyərləndiriləcək və həmin ulduzlar ictimai yaşa müəssisələrinin girişində hər bir demək istehlakçı, hər bir vətəndaş müəssisəyə daxil olarkən görünə biləcək bir yerdə öz əksini tapmış olacaq və istehlakçı artıq qidalandığı yerin qida təhlükəsizliyi sisteminin göstəricilərinin hansı göstəriciyə uyğun olduğu barəsində də məlumatı əldə edə biləcək. Ulduz təsnifatı dünya təcrübəsinə əsaslanaraq veriləcək. Maraqlıdır, dünya ölkələrindəki restoranlar bu kriteriyalara hansı xidmətləri əlavə edib? Müxtəlif meyarlarda mətbəx müxtəlifliyi nəzərə alına bilər. İstifadə olunan inqrediyentlərin orqanikliyi nəzərə alına bilər. Bunlar təbii ki, dünya təcrübələrindən danışırıq. Müəssisə daxilində qida təhlükəsizliyinin normalarına, tələblərinə, yəni bunlar GMP, GHP, yəni qabaqcıl istehsalat və qabaqcıl gigiyena təcrübələrinə nə dərəcədə əməl olunduğuna
meyarlardan ola bilər. Vacib meyarlardan biri işçi heyətin, personalın öz sahəsində nə qədər peşəkar olmasını bildirməsidir. Bu da mütləq ki, həmin ulduz təsnifatına qəbul olunan tələblərdən biri kimi götürülür. Bugün ölkədə müştərilərinə yüksək səviyyədə xidmət göstərən kifayət qədər restoran var. Əksəriyyəti də qoyulan meyarlara və standartlara, tələblərə cavab verdiklərini, buna görə də maksimum ulduz alacaqlarını düşünürlər. Yemək məhsullarımızın tərkibində olan bəzi inqridiyentlər xarici ölkələrdən gəlir. Vətənindən gələn məhsullardan istifadə edirik ki, daha yaxşı bir dadda yeməklər təqdim edə bilək qonaqlarımıza. Bundan əlavə olaraq personalımıza xüsusi təlimlər keçmiş əməkdaşlardır. Hamısı satış təlimləri, qonaqların məmnuniyyəti təlimləri keçmiş əməkdaşlardır ki, biz bu sahədə peşəkar olduğumuzu düşünürük və necə deyim, məncə bu qida təhlükəsizliyinin yaratdığı sistemdə 5 ulduza layiq restoranlardan biri. Çalışırıq ki, müştəriləri məmnun yola salaq, başdan qarşılamadan tutmuş, tam yola salınmayan kimi. Yemək barəsində çay və yaxud şirniyyatdan məsləhət alırlar. Biz də çalışdığımız qədər ən zövqlü, dadlı ürünlərimizi onlara təqdim edirik. Məsələn üçün, müştərini məmnun yola salmaq üçün bizim xüsusi yeməkdən sonra ikramlarımız və yaxud çay və yaxud şirniyyatlarla olan ikramlarımız olur. Düşünürəm ki, biz 5 ulduza layiq olan bir restoranıq. Təsnifatlaşdırma işləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılacaq. Restoranlarda da ulduz sayı məkanın xidmət səviyyəsindən və keyfiyyətindən xəbər verəcək. Bu isə müştəri seçimini daha da asanlaşdıracaq. Nəzrin Malik, Sədrəddin Mirzəyev, Cavid Şərifov, Telesəhər. Studiyamız sanki bir badminton meydançasına çevrilib artıq. Tamaşaçılar da izləyirlər, görəm bunlar niyə belə səssiz durublar? Mən topları izləyə bilmirəm. Bu uşaqlar necə oynayırlar, mənə hələ də maraqlıdır. Çünki bu çox ciddi mənada diqqət tələb edən bir idman növüdür və görürsünüz ki, onlar hələ kiçik yoxlamalarına baxmayarlar. Bununla peşəkar məşğul olurlar. Əziz dostlarımız, əziz tamaşaçılarımız, elə bu gün qonaqlarımız da həmin o badmintonçularımızdır. Bəli, badmintonçularımızdır və U9, U11 yığma komandamızın məşqçisi Elçin Mehdiyev də buradadır və badmintonçularımızı təqdim edeyim. Əli Gözəlov, Aysu Kərimzadə, Leyla Camalzadə, Ömər Teymurlu. Hər birinizi salamlayırıq. Xoş gəlmişsiniz, sabahınız xeyir. Artıq bu qədər kifayət, bu qədər bəs. Bilirəm, siz başlayanda dayana bilmirsiniz, bunu davam elətdirmək maraqlıdır, çünki bunu sevirsiniz. Amma gəlin biraz söhbət eləyək, biraz bunun sirlərindən danışaq. Maraqlıdır bizim gənclərimizə də indi. Məncə Elçin müəllim başlasa da yaxşı olar. Xoş gəlmişsiniz, sabahınız xeyir. Sabahınız xeyir olsun. Niyə biz badmintonu seçməliyik? Bax, bu suala bizə cavab verin. Badminton gənc yaşlarına, daha uşaq yaşlarına 5-7 yaş arası məşğul olmaq daha məsləhətdir, daha yaxşıdır. Belə deyək də, ümumi bədənimizin bütün əzəllərinə hər tərəfli, yəni xeyirli var, gözə daha çox xeyirlidir, bəli, diqqəti, yəni insanın... Yəni burada əsas diqqəti toplamaqdır, belə deyək. Dediniz ki, gənclər məşğul olur, bəs yaşlılar varmı ki bu idmanlarda? Var, yaşlılar da var. Bu yaxınlarda bizim bir Shuttle Time proqramımız oldu. Orada 60 yaşdan yuxarı. 60 yaşdan yuxarı var idi oynayan? Var idi, bəli, iştirak elədilər. Yaşlı nəslin nümayəndələri. Bax, görürsən, onlar xüsusi ilə vacibdir, əgər gözlə bağlı, bədən hərəkət eləməsi ilə bağlı lazımdırsa. Kalori çox atılır, yəni çox xeyri var. Və son illərdə Azərbaycan bu sahədə də öz inkişafını göstərə bilir və səhv eləmirəmsə, olimpiyadada iştirak etmiş. Elə bizim burada olan badmintonçularımız arasında da var, olimpiyadalarda, yarışlarda, son beynəlxalq turnirlərdə uşaqlar iştirak ediblər, bəli. Nəticələr də var. Məlumat verərdiniz, hansı turnirdir, hansı nəticələrimiz var? Serbiyada bu yaxınlarda, Serbiyada Gözəlov Əli, Kərimzadə Aysu 3-cü yer tutublar, bronz medala sahibdir. Təbrik edirik dostlar sizi. Mart ayında İsraildə beynəlxalq turnirdə Leyla Camalzadə iştirak edir, 3 kateqoriyada birinci yer olmuş. Bəli, 3 kateqoriyada. Teymurlu Ömər də bizim balacamız
potensiallı idmançıdır, hələ ki təzə başlayır. Bəli. Nəticələr ölkə daxilində bəli nəticələri var. İnşallah. Gəl dostlarımızla danışaq. Məncə, bəli, gəl dostlarımızla danışaq. Bax, yarışlarda iştirak eləmisən, birinciliyi qazanmısan. Necədir bu hisslər? Yəni, çətin olmurmu? Əlbəttə çətin olur. Bunun üstündə çox hazırlaşmalısan ki, birinci yerə qalib olasan və məşqlərə nə qədər vaxtın gedir? 2-3 saat səhər məşqinə, 2-3 saat axşam məşqinə. Yəni gün ərzində 5-6 saat məşq edirsən? Bəli, həftənin 7 günü də olur. Hər gün? Bəli. Hər gün məşq edirsiniz? Səhər axşam məşq edirik. Trinaşora zada gedirik. Çox maraqlıdır. Yəni sadəcə badmintonla, yəni bununla məşğul olmaqdan başqa digər bir məşqlər də var ki, bədəni saxlamaq üçün və s. Bəli, qaçırıq, fitnesə gedirik, başqa maraqlı şeylər edirik. Səncə bu idmanın çətinliyi nədir? Nə qədər, neçə ildir məşğul olursan bununla? 2 ildir ki, məşğul oluram. Və sənə görə çətinliyi nədən ibarətdir? Sürətdə, zat da çətinlikdir. Sürətdə. Əsas sürətdə. Digər dostumuzla da danışaq. Burada bizim qaliblərimiz var çünki. Ümumiyyətlə, mənə elə gəlir ki, sizin gözünüzdən heç nə yayınmır. Doğrudurmu? Mikrofon. Buyurun. Ayşə Kərimzadə. 3 il professional badmintonla məşğul oluram. 3 il. Hardan yarandı bu sevgi badmintona? Məktəbdə gördüm uşaqlar məşqə gedir, oynayırlar. Mən də maraqlandım, getdim. Onlar qaldı, siz qalib oldunuz. Bəli. Belə oldu, bu sevgi yaranmışdı. Bəs rəqiblərdən sizi nə fərqləndirir? Bilmirəm, bəziləri fiziki zəifdir, ona görə mən onlardan fiziki zəifdir. Siz də 7 gün məşq edirsiniz? Bəli, gündə 2 dəfə hər gün məşq edirik, səhər, axşam. Səhərdən də axşama qədər? Bəli, yox, səhər və axşam. Yaxşı, bəs dostumuz deyir ki, fiziki tutaq ki, vacibdir burada hazır olmaq. Burada nə lazımdır? Orada tamaşaçılarımızı, qaliblərimizlə tanış olsun. Belə eləyim. Aha, eyni. Oyun zamanı əsas olan sürət, texnika, fiziklidir. Yəni, onlar rəqibdən güclüdürsə, yəni, qalib olursunuz. Qalib ola bilirsən, amma diqqətin yayına bilərmi belə bir məqamda? Mən məsələn gördüm də 4 nəfər oynayırdınız, tutaq ki, anidən çaşıb onun baxsan. Bəli, bir qədər diqqət yayınırsan ki. Diqqət yayına bilirmi və yayınmaması üçün nə edirsiniz? Fikrimizi toplamaq lazımdır əsas və oyuna çıxmamışdan əvvəl psixoloji hazırlaşmaq lazımdır. Bunun topu nədir belə? Adı necə gedir? Valan. Aha, valan. Və fikrin ancaq bunda olur. Bəs bunun üçün hansı məşqlər edirsən? Onun refleks məşqləri olur, valanla işləyirik, bəli. Aha, ancaq bununla işləyirsiniz ki, o diqqətiniz yayılmasın. Və elə istəyərdim oynamaq, sonra kişi dostumuzla da danışarıq. Əlbəttə ki. Elçin bəy, burada siz dediniz ki, 5-6 yaş arasından 5 başlayır da. Bəs maksimal kateqoriya nədir? Maksimal yaş kateqoriyası. Bəli, amma yarışlarda yəni iştirak edə bilərlər. Aydındır ki, 60 yaşında həvəskar da ola bilər. Yarışda əsasən belə deyək də 17-18 yaşına kimi uşaqlar da iştirak edirlər. Yəni ölkə daxili yarışlarımız olur. Yeniyetmələrin, gənclərin yarışları olur. Belə Nəyəcəksən Rəvan? Mən səninlə oynayacağam. Verilişi bir yerdə aparıq, oyunu tək oynayım. Gəl bir dənə, məncə ikisi lazım deyil həmin. Ən az ondan başlamaq lazımdır ki. Mən həyatım boyu badminton oynamamışam. Qaqası sən at, sən at. Mən at. Eynən sən at. Bilirsən ki, necə atıram? Biraz məğlub. Bu da son. Bu da son. Bu da uğur hekayəsi Nərminin. Nərmin getdi. Gördüyünüz kimi çox diqqəti var, çox diqqətlidir. Yaxşı dostlar, siz gəlin. Ən yaxşısı sən oyna, məndən badminton oynayan olmayacaq. Baxmayın, mən biraz qalib olmuşam, ona görə ehtiyatlı olmaq lazımdır. Çox sağ ol. Məncə komanda işi oldu bu. Üçümüz də oynadıq. Yaxşı, olar. Dur, evet. Aha. Pisel. Keçən ildən bu yana çox fərq var. Keçən il mən ilkimdə atdım yerə qaldı. Orada. Operatorumuzu atdım, tutun da. Müəllim, bunun texnikası nədir? Mən niyə əyri atıram hazırda və yaxud da ki, dostum məndən bax, məsəl üçün raketkanı düzgün tutmamışdır. Bədənin çox oynayıb. Bəli. O da oynamaq aldı. Yaxşı, bəs mən vurdum, okey, aha, getdi bu da. Çox hündürə getməsin. Raketkanı da əsas məsələlərdən. Yaxşı, bəs mən nə vaxt qalib ola bilirəm? Bax, atdım ona. Hansı məqam?
voleybol hesabı kimidir, belə izah edəcəm. Yəni o atdı, siz vurdu, bəli, siz tuta bilmədim. Siz tuta bilmədinsə hesab Onda səhərdən mən sizi Gəlin, atıram, onda yaxşı, tuta siz bilməmişsiniz. bizə öyrədin də, məşqçisiniz. Raketkanı necə tutmalıdır? Yaxşı, gəlin sizə göstərim. Məndə diqqət var, amma nəsə səhv tuturam. Raketkanın tutuş qaydası beləncə olur. Əlinizi açırsınız, başınızın üstündən vurursunuz. Bunu belə? Bəli, bəli. Qabaq öndə olan Yaxşı, məsələn, belə atırsa belə vura bilmərəm. Qaytara bilərsiniz, elə qaytara bilərsiniz. Qaytardım, bir də belə vurur. Bəli, bəli. Bir şey öldür. Bir saniyə, bunu eləyəcəm. Evdəkilər də baxın. Ya, uşaqlar indi verəcəm, uşaqlar oynasın. Oldu, çox sağ ol. Məncə bu bəsdir. Məncə bəsdir, amma mən gəlsəm öyrənə bilərəm. Bəli, bəli, öyrənə bilərsiniz. Nərmində o potensialı görmədim, amma mən... Həvəskar məşğul ola bilərsiniz. Həvəskar məşğul ola bilərəm, təşəkkür ederim. Amma məndən bir şey çıxmayacaq da. Məndən bir şey çıxmayacaq. Siz oynayın, mən bir kiçik dostumuzla da danışım, siz məşğul olun. Müəllim, necəsiz? Sağ olun, biz də yaxşıyıq. Bu, ümumiyyətlə, idman növünə səndə maraq hardan yarandı? Sən də uşaqları görmüşdün, yoxsa? Mənim bir dostum var, yaxın məhəllədə qalırıq. O mənə gəlib demişdi ki, gəl badmintona, mən badmintona gedirəm. Ondan sonra elə başladı. Nə yaxşı dostun var. Normalda adamı futbola çağırırlar, amma görürsünüz, kiçik dostumuzu çağırıblar ki, gəl badmintonla. Bəs evdəkilər deyəndə belə bir idman növü ilə məşğul olmaq istəyirəm. Nə dedilər sənə? Dedi, yaxşı ol, sən... Yaxşı ol, gedə. Bəli. Aha, yaxşı, bəs görürsən, dostlarımız hamısı qalib olublar. Sən necə? Nə düşünürsən? Olacaqsanmı qalib? Qoşulacaqsanmı bu olimpiyadalara? Dərslərinə mane olmur ki? Xeyr. Yaxşı, bəs nəyə kömək eləyir sənə? Bu qədər diqqətli olmaq bu yaşda yaxşı bir məsələdir. Hara gedirsən? Gəl bura, qox. Aha. Yəni bu idman növü sənə nələri verir? Sən də idmanla məşğul olursan da, yəqin ki, bununla əlaqə. Nələr eləyirsən evdə? Mən də bu məğlubiyyətləri, mən çox vaxt qazanıram, çox vaxt məğlub oluram. Məğlub olanda heç üzülürsən? Bəli. Niyə? Bilmirəm. Dostumuz orada, bax, görsən də qəşəng. Düşünür. Biri mənə dəyəcək, gəl, qaçaq biz. Gəl buradan. Aha. Dostlar, afərin sizə. Həqiqətən çox həzz ala biləcəyim bir idman növüdür. Nə qədər əyləncəli idman növüdür. Odur, uşaqları saxlamaq, dayandırmaq olur. Əyləncəli və konsentrə ola bilirsən, yəni o stressdən uzaqlaşa bilirsən. Dostlar, biz sizə uğurlar arzulayırıq. Ümid eləyirik ki, elə necə yarışlarda iştirak edirsiniz. Bundan sonra da ölkəmizi gözəl tanıdacaqsınız. Qalibiyyətlərlə vətənə dönəcəksiniz. Sizə də təşəkkürümüzü bildiririk. Və həmin bizim bu gənclərimiz bir gün qızıl hərflərlə tarixə düşəcək, elə inanıram və artıq indidən başlayıblar və inanıram ki, daim ölkəmizin uğurlarını, üç rəngli bayrağımızı zirvələrdə, ən mötəbər yarışlarda bizi təmsil edəcək. Biz də deyəcək ki, bəli, bu uşaqlar bizim telesərdə qonağımız olub. Həmişə gəlin və elə bu uşaqlar necə tarixdə qalacaqsa, tarixdən biz o görüntüləri də Qızıl Fonddan götürəcəyik. Azərbaycan televiziyasının Qızıl Fondundan. Görəsən, elə uşaq varmı şəkil çəkməyi sevməsin? Yəqin ki, yox. Hamı şəkil çəkməyi xoşlayır. Ancaq Respublika Uşaq Rəsmləri sərgisində iştirak etmək hər uşağa nəsib olmur. Müəlliflərin özləri burada yoxdur. Ancaq onların biri ilə müəllif portreti vasitəsilə tanış olduq. Aslanovla. O, Lənkərandakı 3 nömrəli məktəbin şagirdidir. Tonqal əsəri də onun fırçasının məhsuludur. Bu mövzu müəllifin özünə də, tamaşaçılara da yaxındır. Bu şəkil əsl dənizçini belə valih edir. Ceyran, 8-ci sinif şagirdi Alxasov, Şəki şəhərindən. Bakı məktəblisi, Ağazadə, xokkeyçilər. Nazim Ələkbərov və Adil Heybətov əsərlərini istehsalat mövzusuna həsr eləyiblər. Zeynalov isə kosmos barədə düşünür. Həyat gözəldir uşaqlar. Onu çəkdiyiniz şəkillərdə əks etdirin.
Beləliklə, əziz tamaşaçılarımız, gəldik çatdıq Telesərin bugünlük sonuna. Bizim qəşəng yeməklərimiz oldu, maraqlı qonaqlarımız oldu, gənclərimiz var idi. Həm də sizə lazım olacaq süjetlərimizə təqdim elədik. Və bugünlük işimizi burada yekunlaşdırırıq. Bugünlük işimizi yekunlaşdırırıq, amma sabah saat 8-dən 10-a kimi yenidən sizinlə gələcək, sabahınız xeyir deməyə, sizinlə görüşə gələcək əziz tamaşaçılar və çalışacağıq ki, informasiyalı gələk və həm də sizə o möhtəşəm öz enerjimizi, belə deyək, əhval-ruhiyyəmizi bəxş edə bilək. Biraz Nərmin bizi təriflədi, möhtəşəm enerjimizi dedi. Burada sadəcə o kadr arxası nələr baş verir. Nə enerjimiz var, nə əhval-ruhiyyəmiz var, nə xoş diləyimiz var. Sizə ünvanlayırıq əziz tamaşaçılarımız. Gününüz rəvan olsun, işiniz rəvan olsun, özünüzə yaxşı baxın. Sabah görüşmək ümidi ilə hələlik. Sabahlarınız xeyirli açılsın.